6 ayında bir gəziyim bəbəmiz var, əlavə qidaya başlamışıq, amma hələ əlavə qidanı götürmür. Ümumiyyətlə, əlavə qidaya başlama dönəmində uşağın əlavə qidanı rədd etməsi tamamilə normal bir haldır. Çünki hələ ki alışma dövründəyik. İlk 6 ayında, 7 ayında qida ilə tanışlıq dövrüdür. Ola bilər siz uşağa qidanı verəsiniz, qidanı imtina etsin, 2-3 həftə sonra təkrar yoxlayın, o zaman götürə bilər. Və yaxud da ən pis ehtimal 1 yaşa qədər uşaqlar əlavə qidanı tam olaraq qəbul etməyə bilərlər. Bu bir ciddi problem sayılmır. Uşaq südlə kilosunu normal alırsa, amma əlbəttə ki biz dönəm-dönəm bunu mütləq uşağa veririk, qidanı təklif edirik, yoxlayırıq. Hətta bəzən olur elə uşaq ki qaşıqla, çəngəllə yemir, ancaq biz əlimizlə o qidanı uşağa təmas etdirəndə yeyir və öyrəşməsi üçün uşağın özünün də qida ilə təmasına fürsət və imkan vermək lazımdır. Amma buna rağmen uşaq qidanı imtina edirsə, ən gec 1 yaşa qədər gözləyib 1 yaşdan sonra amma hələ də əlavə qidanı rədd edirsə, orada əlbəttə ki araşdırma və dəstək terapiyası ehtiyac ola bilər. Duyu bütünləmə pozukluğu və algılama problemləri olan uşaqlarda bəzən qidadan imtina ola bilər ki, amma 1 yaşdan sonra belə bir problem varsa üstünə düşünməlidir.